Salamlar hər kəsə. Bu gün sizlərlə birlikdə magistr qəbulunda daha çox istifadə olunan qrammatika suallarından birinin izahına baxırıq. Deməli, bu dəfəki mövzumuz bağlıdır inkar cümlələrlə, inkar sözlərlə. Deməli, bizim ənənəvi bildiyimiz qaydalardan biri. Bir cümlədə iki inkar ola bilməz. Nümunəyə baxaq. Don't inkarlıq bildirir. Nothing inkarlıq bildirir. Hər ikisi inkardır deyə bir cümlədə iki inkar olmaz deyə bu struktur yanlışdır. Daha sonra baxaq, inkar cümlələrdə biz nələri işlədə bilmərik. Birinci olaraq işlədə bilmərik some və onun törəmələrini. Nümunəyə baxırıq ki, don't var, inkarlıq bildirir və burada somebody verilib. İnkar olan yerdə, inkar hissəciyi olan bir yerdə, deməli biz nə some verə bilərik, nə də ki, onun törəmələrini verə bilərik. Onun yerinə any və onun törəmələrindən istifadə edə bilərik. Daha sonra baxaq to, also, as well. Bu kimi sözlər də ancaq işlənir təsdiq cümlələrlə. Yəni bunları inkar cümlədə görə bilmərik. Daha sonra baxırıq both and-in işlənmə qaydasına. Deməli, both and ancaq işlənməlidir təsdiq cümlələrlə. Görürsünüz, burada inkarda işlənib. Ona görə bu quruluş səhvdir. Bəs yaxşı. Deyək ki, biz həmin cümlədə inkarda işlətmək istəyirik. Both and-in yerinə nə verə bilərik? Onun yerinə verə bilərik neither nor. Verə bilərik. Və bu inkarlıq bildirir. Tamamilə doğru quruluşdur. Sonra baxırıq hardly olan cümlələrdə. Hardly özü inkarlıq bildirir deyə biz onun yanında növbəti bir inkarı verə bilmərik. Baxın, couldn't inkardır, hardly də inkardır. Bu struktur yanlışdır. Nəyə görə? Çünki bizim qaydamızda deyilirdi ki, bir cümlədə iki dənə inkar ola bilməz. Hardly varsa cümləmiz təsdiqdə olmalıdır. Daha sonra either or. Biz əgər inkarlıq vermək istəyiriksə, either or işlətmirik. Niyə? Çünki bunun inkarını düzəldən nədir? Neither nordur. Çünki either or həmçinin dadə mənası verir. Daha sonra and bağlayıcısının işləmə qaydası. And ancaq və ancaq işlənir təsdiq cümlələrlə. Yəni inkar cümlələrlə heç bir şəkildə işlədə bilmərik onu. Bəs yaxşı, and-in əvəzində biz inkar cümlədə nə işlədə bilərik? İşlədə bilərik or bağlayıcısını. Daha sonra danışaq few və little-ın işlənmə qaydasından. Bu bir qədər bizə tanış mövzudur. Deməli, təkrara qaydırıq. Demişdik ki, a few, a little, yəni artikellı olanlar. A few və a little. Bunlar az da olsa var mənasında işlənir. Yəni var, amma azdır. Amma artikelsiz olanlar, yəni buradakı few ilə little. Bunlar yox mənası verir. Ona görə də biz onları inkar cümlədə işlədə bilmirik. Çünki yoxdur deyə həmin sözlər inkarlıq mənası bildirir. Yəni onların olduğu yerdə ikinci bir inkarı verməyə bizim haqqımız yoxdur. Nümunəyə baxaq. I didn't, artıq bizim bir dənə didimiz var. I didn't var, inkarımız var və biz burada little verə bilmərik. Article-ını versəydi, a little olsaydı ola bilərdi. Daha sonra baxırıq notun işlənmə qaydasına. Yenə də bir qədər təkrardır. Notdan sonra həmişə gəlməlidir nə? Article-lı isim gəlməlidir. Özündən sonra birbaşa olaraq article-sız isim gələ bilməz. Və any və ondan daha sonra sayıla bilən cəm isim, sayıla bilməyən tək isim də gələ bilər. Nümunəyə baxırıq. Nümunədə də görürük ki, yenə dediyimiz qaydadır. Notdan sonra birbaşa olaraq isim gəlməz. Arasında nə olmalıdır? Artikellar verilməlidir. Daha sonra baxırıq, daha çox qarışdırılan suallardan biri də budur ki, to have feilinin işlənmə qaydası. To have əsas feil kimi işləndikdə, yadda saxlayaq, əsas feil kimi işləndikdə yalnız got feili olduğu halda not inkar ədatını qəbul edə bilər. Nümunəyə baxaq, has var, burada not verilib, amma got yoxdur deyə, bu got burada yoxdur deyə, mən bu notu burada verə bilmərəm. Yanlış quruluşdur. Amma burada has var, got var və bunlar var deyə mən not inkar ədatını bura artıra bilərəm. Not inkar hissəciyi bura artırıla bilir. Bu tamamilə doğrudur. Have to modal feil kimi işlənərsə, yəni bunun modal feil kimi işlənirsə, biz bilirik ki, sualı və inkarı heç vaxt özü ilə düzəlmir. Nə ilə düzəlməlidir? Do, does və did köməkçi feillər vasitəsilə düzəlməlidir. Daha sonra baxaq no-nun işlənmə qaydasına. Deməli, no necə işlənir, nələrlə işlənirdi? No işlənirdi mütləq və mütləq özündən sonra isimlə və artikelsız isimlə. Deməli, no-dan sonra nə oldu? Birbaşa olaraq artikelsız isim, amma not
to-dan sonra artikellı isim gəlməli idi. Sonra no of sözünü ilə işlənə bilməz. Danışa bilərik daha sonra no-nun isimsiz forması non-dan. Non dedik ki, isimsiz forması isimlə işlənmir, amma of sözünü qəbul edirsə, isimlə işlənə bilər və ondan sonra gələn isim özü cəmdə olmalı idi, xəbər isə təkdə olmalı idi. Sonra baxaq neither-ın işlənməsinə. Cümlənin sonunda işlədilə bilmir. Cümlənin sonunda neither görsək, biləcək ki, bu səhv variantdır. Neither nor, yəni bundan sonra gələn isimlər sayıla bilən tək olursa, mütləq şəkildə en artiklini biz orada verməliyik. Əgər neither nordan sonra artikel, yəni özündən sonra sayıla bilən isim gəlibsə və orada artikel yoxdursa, deməli bu variant səhvdir. Sayıla bilən tək isim gəlirdisə, mütləq və mütləq en artikli orada işlənməli idi. Daha sonra biz uzlaşmaya baxmalıyıq ki, neither nordan sonra gələn isimlə uzlaşdırırıq. Nordan sonra gələn isimlə uzlaşdırırıq. Əgər isim cəmdirsə, xəbər cəm, isim təkdirsə, xəbər də təkdə işlənməlidir. Gəlin bir nümunəyə baxaq. Nordan sonra gələn isim hansıdır? Friends. Your-la işimiz yoxdur, çünki bu əvəzlik funksiyasında çıxış edir. Friends cəmdədir deyə are xəbərimiz də cəmdə verilməlidir. Daha sonra danışaq. Test edərkən diqqət etməli olduğumuz məqamlardan birisi haqqında. Neither iki şəxs və əşyadan heç birinin olmadığını, non isə ikidən daha artıq şəxs və əşyadan heç birinin olmadığını bildirir. Deməli, neither iki şəxs və əşya üçün, non isə ikidən daha çox şəxs və əşya üçün. Sonra baxaq to, either, also bunların işlənməsində. Deməli, bunlar hər üçü həmçinin dadə mənasını verir. Həmçinin dadə mənası verərkən to ancaq işlənir təsdiq modullarının sonunda, təsdiq cümlələrin sonunda. Either işlənir inkar cümlələrin sonunda. Also işlənir təsdiq cümlələrin ortasında. Deməli, hansı mənada həmçinin dadə mənası verdikdə bu tipdə işlənir. Amma biz to-nu dedik ki, təsdiq cümlədə işlədirik. İnkar cümlədə də işlənilə bilər. Nə zaman? Gəlin ona baxaq. To həm də miqdar zərfidir. Sifətin və ya zərfin qarşısında işlədilir. Həddən çox, həddən artıq mənası verə bilir. Bu zaman deməli nə olur? İnkarda işlədilə bilir. Gəlin baxaq. This coffee is too sweet. Görürsünüz, burada to nəyə aiddir? Sweet-ə, yəni ismin sifətin qarşısında işlənib, onu təyin edir. Ona görə burada inkar mənası verə bilir. To deyəməli həmçinin dadə mənasında ancaq və ancaq işlənir. Təsdiq cümlələrlə ancaq sifətin və ya zərfin qarşısında onun təyin edicisi funksiyasına çıxış etdikdə isə inkar cümlələrdə də işlənə bilər. Nəzər hissədən bu qədər. Gəlin biraz da testlər üzərində işləyək ki, öyrəndiklərimizi, dediklərimizi daha yaxşı mənimsəyə bilək. Bizdən düzgün inkar cümləsini seçməyimiz tələb olunur. Gəlin baxaq. Mən Y variantında and görürəm. Bildirdik ki, and ancaq təsdiq cümlələrdə işlənir. İnkar cümlədə and-in yerinə or olmalı idi. Y variantı ona görə getdi. C variantında yenə and var. C variantında atırıq. D variantında səhv nədir? Baxırıq. Deməli, demişdik ki, notdan sonra gələn isim necə olmalı idi? Artikellı olmalı idi. Ona görə D variantda səhvdir. Qaldıq A və B variantları arasında. Burada nə var? Hər ikisində neither nor var. Görürük. Nə demişdik? Neither nordan sonra gələn isim sayıla bilən təkdirsə, artikel işlənməlidir. A variantında artikellar yoxdur, ona görə səhvdir. B variantında isə artikellar yerindədir. Doğru cavab B variantı. Baxaq ikinci suala. A variantında nə var? Neither nor var. Okay. Özündən sonra gələn isim cəm isimdir. Heç bir artikla ehtiyac yoxdur. Ona görə A variantı doğrudur. B variantında nə var? Couldn't bir inkar, without 2 inkar, no 3 inkar. Yadda saxlayaq. Without da həmçinin inkar bildirir. B variantında 3 dənə inkar var, ona görə səhvdir. C variantında hardly var. Bir də somebody var. Demişdik ki, hardly özü inkarlıq bildirir və some da təsdiq cümlələrdə işləndiyinə görə burada işlənə bilməz, ona görə səhvdir. Some-ın yerinə olmalı idi? Somebody-nin yerinə olmalı idi. Any və onun törəmələri olmalı idi. D variantında hadn't to, burada hadn't to yox, deməli, have-in sual və inkarı ilə düzəlirdi? Didn't, yəni doesn't köməklə düzəlməli idi. Keçmiş zamanda olduğuna görə də burada didn't olmalı idi. Sonra didn't olmalı idi də, onu dedik. Y variantında nə var? Doesn't shopping var. Deməli, ifadənin özü do shoppingdir. Ona görə birbaşa olaraq doesn't shopping yox, do shopping verilməli idi. Ona görə Y variantı da səhv olaraq
götürülür. Baxaq üçüncü varianta, üçüncü suala. Deməli, yenə də baxıram ki, A variantı neither, neither nor var. Özündən sonra gələn isim sayıla bilən tək olsa da artikel yoxdur. Ona görə A variantı səhvdir. B variantında no or olan ifadələri yadda saxlayın. No or olan ifadələrdə, cümlələrdə heç vaxt artikel verilə bilməz. Ona görə B variantı da səhvdir. C variantında inkar cümlədə and var. Bu da səhvdir. D variantında no or var və özündən sonra artikelsiz isim gəlib. Doğrudur. Y variantında səhv nədir? İnkar cümlənin sonunda to verilib. To işlənirdi ancaq təsdiq cümlələrlə. Baxaq növbəti suala. Deməli, cümləmizin sonunda either işlənib. Okay, bu doğrudur, amma inkarlıq bildirmir. İnkar göstəricisi yoxdur. Ona görə bu səhvdir. B variantında to işlənib. To işlənirdi təsdiq cümlələrlə. İnkar cümlələrlə işlənə bilməz. C variantında also həmçinin təsdiq cümlələri işlənirdi, inkarla işlənə bilməz. D variantında I don't like such people either. Okay, burada either inkar cümlənin sonunda işlənir və inkarlığımız var. D variantı doğrudur. Y variantında neither inkar cümlənin sonunda işlənə bilməz. Sonunda işlənirsə struktur səhvdir. Deməli, bu da səhv olaraq götürülür. Baxaq 5-ci suala. Deməli, bu tip suallarda məsələn to dedik ki, təsdiq cümlələrdə işlənir. Bunu inkarda vermək üçün either işlətməliydik. Budur. Gəlin baxaq, onda digər variantların da niyə səhv olduğunu sübuta yetirək. B variantında inkar cümlədə to işlənib, olmaz. C variantında also işlənib, bu da olmaz. D variantında neither cümlənin sonundadır, bu da olmaz. Y variantında either cümlənin sonundadır, okey, amma başqa bir inkarlıq yoxdur, cümlə inkarda deyil. Qalır A variantı doğru olaraq. Sonra baxaq növbəti suallara. Deməli, bunlar bayaqki sualların eyniyyət təşkil edir. İşlədiyimiz suallarla eyni tip suallardır. Bunları özünüz yazarsınız, özünüzü yoxlamaq üçün. Gəlin, baxaq. Məsələn, 14-cü suala. Baxaq, deməli, nə var? Not var, and var. İnkar cümlədə and-in nə işi var? Ola bilməz. A getdi. B variantında no or demişdik ki, no or olan cümlələrdə artikelsiz isim gəlməlidir. B variantı doğrudur. C variantında nə var? Neither nor var. Okay, amma özündən sonra gələn isim sayıla bilən tək olsa da burada artikel verilməyib. Ona görə bu da səhvdir. D variantında deməli not var, neither var. Bir cümlədə iki inkar ola bilməz. Y variantında nə var? No or var, amma özündən sonra artikel gəlib, artikel ola bilməzdi. Ona görə Y variantı da səhv olaraq götürülür. Sonra baxaq növbəti suallardan. Məsələn, 17-yə gəlin baxaq. Deməli, either əvvəldə işlənib, or his friends are excited at any exams. Okay, either or var işlənib, doğrudur. Amma cümləmiz inkardadırmı? Xeyr. Bu any burada inkarlıq bildirmir. A variantı səhvdir. B variantı neither or verilib, ümumiyyətlə quruluş səhvdir. Neither nor olmalıydı. C variantında neither nor, okay, his friends are excited at the exams. Okay, özündən sonra gələn isim cəmdir, heç bir artiklə ehtiyac yoxdur. C variantı doğrudur. Baxaq digər variantlara. D variantında səhv nədir? Neither nor verilib. Okay, və neither nor özü inkarlıq bildirir və bir dənə də inkarlıq hardly var. Ola bilməz bir cümlədə iki dənə inkar. D variantı ona görə səhvdir. Y variantında neither nor inkar cümlədə, amma sonunda nə var? To var. To işlənirdi təsdiq cümlələrdən. Ona görə Y variantı da səhvdir. 18-ə baxırıq. 18 bu tip cümlələr nazədə o ay, soğudu ay qaydasıdır. Bu cümləmiz birinci tərəf inkardırsa, ikinci tərəfdə də inkar olmalıydı. Və daha bir qayda var ki, nüans var ki, bu cümləmizin feili hansı zamandadırsa, verəcəyimiz cümlə də eyni zamanda olmalıdır. Mit deməli burada nədir? Keçmiş zamandadır. Və inkar. Bizə keçmiş inkar bir göstərici lazımdır. Baxıram, so, bunlar təsdiqlədir. B ilə C-ni avtomatik olaraq silirəm. Y variantında quruluş səhvdir. Did var, to var. Bu da silindi. D variantında either var, cümlənin sonunda da amma inkarlıq göstəricisi yoxdur. D variantı da səhvdir. Qalır A variantı. Sonra 19, 20, 21, 22 bunlar hamısı eyni tip suallardır. Gəlin 24-də baxaq.
Görürəm, nobody var, bir dənə inkar var, nothing var, ikinci inkar var. A variantı səhvdir. B-də nobody, never. Never yadda saxlayın, bu da inkarlıq bildirir. 2 inkar olduğuna görə bu da səhv oldu. C-də yenə no one var, never var, 2 dənə inkar oldu. Bunu da sildik. D variantında nə var? Anybody ilə cümlə başlamaz, bu da səhvdir. E variantında nobody, bir dənə inkarlıq var. Okey, bu cümləmiz də doğrudur.